Deməli, bugün keçirik iri molekullu birləşmələr. İri molekullu birləşmələr deyəndə, iri molekullu birləşmələrə başqa cür polimerlər də deyirik. Və polimerlər haqqında məlumat almışıq, doymamış karbohidrogenlərin və yaxud da doymamış üzvü birləşmələrin polimerləşməsi. Məsəl üçün, alkenlər, alkadienlər, alkinlər, bir abidəsi olan doymamış karbohidrogenlər polimerləşmə reaksiyasına daxil olurdu. Və öyrənmişik, məsələn, aldehidlərdən formaldehidin polikondensləşməsi, fenolla birgə polikondensləşməsi. Sonra öyrənmişik, monosaxaridlərdən polisaxaridlərin alınması, N sayda molekul polimer maddə alınır. Məsələn, öyrənmişik zülalların alınması, zülallar amin turşuların polikondensləşməsindən alınır, peptidləşmə reaksiyası vasitəsilə. Deməli, polimerlər mötərizədə N şəklində yazılan iri molekullu maddələrdir. Və polimerlərdə mötərizənin içərisində yazdığımız maddə adlanır monomer. Mötərizənin çölündə indeksdə yazdığımız N monomerin sayını göstərir və polimerləşmə dərəcəsi adlanır. İstənilən iri molekullu maddələrdə, yəni polimerlərdə biz polimerləşmə dərəcəsinə əsasən mötərizənin içindəki monomerdə atom sayını, kütləni, hibrid orbital sayını tapa bilərik. Deməli, polimerlər iki reaksiya üzrə alınır. Polimerləşmədə nə baş verir? Pir abidəsi qırılır və kiçik molekullu, yəni eyni sayda eyni molekullar bir-biri ilə birləşir. N sayda molekul bir-biri ilə birləşərək polimer əmələ gətirir. Məsələn, alkenlərin polimerləşməsini öyrənmişik. Tutaq ki, etilenin polimerləşməsi. N sayda etileni qızdırdıqda nə baş verir? Pir abidəsi qırılır və etilen molekulu sol tərəfdən də, sağ tərəfdən də başqa etilen molekulları ilə birləşir. Alınır polietilen və biz buna deyirik polimer maddə və yaxud da iri molekullu maddə. Burada karbonun nəyi dəyişir? Burada karbonun əlbəttə ki, hibrid halı dəyişir. Etilində pir abidəsi olanda karbon sp2 hibrid halındadır. Polietilində hamısı sigma rabitədir və karbon sp3 hibrid halındadır. Karbonun hibrid halı dəyişir. Bir də karbonun vəziyyəti dəyişir. Etilində məsələn birli karbonlardır. Burada isə bu karbonlar başqa karbonlarla birləşir və vəziyyəti dəyişir. Olur ikili karbon. Polimerləşmə zamanı birli karbon ikili karbona, ikili karbon üçlü karbona, üçlü karbonsa dörtlü karbona çevrilir. Bir də karbonların hibrid halı dəyişir. Pir abidəsi qırılırsa mütləqdir ki, hibrid halı dəyişir. Bu iki qat rabitəli karbonlar, məsələn, polipropilenin alınmasını yazaq. N sayda propilen maddəsini qızdırdıqda, burada da yenə pir abidəsi qırılır. CH2 və CH2 digər propilenlə, CH isə digər propilenlə birləşir. CH3 isə şaxə şəklində qalır. Və belə baxırıq ki, zəncirə hansı karbonlar daxil olur? Əlbəttə ki, iki qat rabitəli karbonlar. Digər karbonlar şaxə şəklində qalır. Bu oldu polimerləşmə reaksiyası. Polikondensləşmə reaksiyası o reaksiyadır ki, polikondensləşmədə kiçik molekullu ikinci polimerlərin alınması polikondensləşmədir. Polikondensləşmədə iki molekul bir-biri ilə birləşən zaman funksional qruplardakı kiçik atomlar ayrılır və bir-biri ilə birləşərək kiçik molekullu maddələr, məsələn, hidrogen halogenid ayrıla bilər, su ayrıla bilər, NH3 ayrıla bilər. Bax, bu kiçik molekullu maddələrin ayrılması ilə N sayda molekullar bir-biri ilə birləşir. Məsələn, adi tutaq ki, glisin bir-biri ilə birləşir. Glisində bilirik ki, hansı funksional qrup var? Amin turşudur. Amin qrupu
və karboksil qrupu OH. Və N sayda birləşən zaman amin qrupundan H ayrılır, karboksil qrupundan OH ayrılır və NH qalır CH2. NH digər amin turşunun karboksil qrupunun karbonu ilə birləşir. CO qalır. Bu hissədən isə digər amin turşunun amin qrupu ilə birləşir. Və beləliklə ayrılır su N sayda. Və beləliklə kiçik molekullu maddələrin ayrılması ilə gedən reaksiya adlanır polikondensləşmə reaksiyası. Polimerləşmə reaksiyası ilə alınan alkenlər, daha doğrusu polimerlərə misal olaraq bütün alkenlərin, bütün alkadiyenlərin polimerləşməsini misal deyə bilərik. Bundan əlavə stirolun polimerləşməsini deyə bilərik, formaldehidin polimerləşməsini deyə bilərik, metil metakrilatın polimerləşməsini deyə bilərik. Polikondensləşmə ilə alınana fenol formaldehidi deyə bilərik, nişastanı deyə bilərik, selülozanı deyə bilərik, zülalları deyə bilərik, lifləri deyə bilərik. Bunlar polikondensləşmə ilə alınan iri molekullu maddələrdir. Və baxırıq ki, bəzi, məsələn, tutaq ki, mən etilen dedim, polietilen etilendən alındı, bir dənə monomerdən. Amma məsələn, fenol formaldehid qətranı dedim və yaxud da butadiyen stirol kauçuku, bunlar 2 monomerdən alınır. Deməli, polimerlər mütləq deyildir ki, bir monomerdən alınsın. Bir monomerdən də alına bilər, müxtəlif monomerdən də alına bilər. Deməli, alınma reaksiyaları 2 yerə bölündü. Polimerləşmə və polikondensləşmə. Polimerləşmədə mütləq pirabitəsi olur, pirabitə qırılır və N sayda molekul bir-biri ilə birləşir. Həmin o pirabitəsi qırılan karbonlar bir-biri ilə birləşir. Polikondensləşmədə isə mütləq funksional qruplar olur. OH qrupu, karboksil qrupu, amin qrupu və bu funksional qruplardan hissəciklər ayrılıb bir-biri ilə birləşir. Kiçik molekullu maddələrin alınması ilə iri molekullu birləşmə alınır. Buna deyilir polikondensləşmə. Bir də polimerlər bir monomerdən və yaxud da bir neçə monomerdən alına bilər. Bir monomerdən əmələ gələn polimerlərə misal olaraq göstərə bilərik. Polietilen, polipropilen, divinil, izopren, xlorpren, poliformaldehid, nişasta, selüloza və polistirol və s. Amma bir neçə monomerdən əmələ gələnə misal deyə bilərik. Bir monomerdən əmələ gələnə kapron lifi, enant lifini də misal göstərmək olar. Bir neçə monomerdən əmələ gələnə butadiyen stirol kauçuku, fenol formaldehid qətranı, zülallar, sonra lafsan lifi, neylon lifi, kevlar lifi, bax bunları misal göstərmək olar. Bir neçə monomerdən əmələ gələn. Belə, indi polimerlər əsasən 3 yerə bölünür. Polimerlər iri molekullu maddələrdir. Hamısı bərk haldadır. 3 yerə bölünür. Plastik kütlələr, kauçuklar, bir də liflər. İndi plastik kütlələr haqqında danışırıq. Plastik kütlələr hansılardır? Burada əsasən bir pirabitəsi olur və bir pirabitəsinin qırılması ilə polimerləşmə reaksiyası ilə alınır. Əsasən deyirəm. Məsələn, bura misal olaraq deyə bilərik polietilen. Polietilen polimerləşmə reaksiyası ilə alınır. Deyə bilərik polipropilen. Polimerləşmə reaksiyası ilə alınır. Deyə bilərik teflon, C flor 2, C flor 2. Deyə bilərik polivinil xlorid. Polivinil xlorid. Bunlar polimerləşmə ilə alınanlardır. Deyə bilərik polistirol. Deməli, H, CH2,
və CH-a birləşib benzol nüvəsi C6H5. Sonra deyə bilərik poliformaldehid deyə bilərik və ya üzvi şüşə CH2O. Deyə bilərik polimetil metakrilat və ya üzvi şüşə. Poliformaldehidin adı paraformdur. Paraform. Polimetil metakrilat. İkiqat rabitəli karbonlar zəncirə daxil olur. Digər hissə isə şaxə şəklində qalır. N sayda. Polimetil metakrilat və ya üzvi şüşə bu maddənin adı. Bunlar bura qədər saydıqlarımız polimerləşmə ilə alınan plastik kütlələrdir. Bundan başqa polikondensləşmə ilə alınan plastik kütləmiz var ki, bu fenol formaldehid qətranıdır. Fenol benzol nüvəsi və buradakı karbonlarda birinci OH qrupu birləşib, ikinci karbonun hidrogeni ayrılıb formaldehid qalığı ilə birləşib. Formaldehid qalığının oksigeni, ikinci karbonun hidrogeni, altıncı karbonun hidrogeni bir yerdə su şəklində ayrılır və fenol ilə bu hissə fenol, bu hissə isə formaldehidin qalığıdır. Buna fenol formaldehid qətranı deyilir. Və plastik kütlələr əsasən xassəsinə görə iki cür olur. Termoplastik, bir də termoreaktiv. Termoplastik bayaq saydıqlarımızdır. Termoplastik necə olur? Dəfələrlə əritməklə müxtəlif formalara salmaq olur. Termoreaktivi isə əritdikdə orada quruluşda dəyişiklik baş verir deyə onu artıq ikinci dəfə başqa bir formaya salmaq olmur. Bunlar termoreaktivdir və buna misal olaraq fenol formaldehid qətranını göstərmək olar. Sonra propilenin quruluşuna görə əsasən iki yerə bölünür. Müntəzəm quruluşlu, bir də qeyri-müntəzəm quruluşlu. Biz öyrəndik izopropilenin formulu necədir? Deməli, müntəzəm quruluşlu o deməkdir ki, bu metil radikalları hamısı eyni müstəvidədir. Hamısı yuxarı istiqamət alır. İki cür olur. Hamısı yuxarı olanda bu adlanır izotaktik. Sonra metil qrupları bir dəfə yuxarıda, bir dəfə aşağıda nizamlı şəkildə yerləşirsə, bu sindiotaktikdir. Bu ikisi müntəzəm quruluşudur. Yəni, belə deyək də, nizamlı şəkildə. Ya metil qruplarının hamısı yuxarı istiqamət alıb, ya da biri yuxarı, biri aşağı, biri yuxarı, biri aşağı bu şəkildə istiqamət alıb. Bir də var, qeyri-müntəzəm. Qeyri-müntəzəmdə isə metil qrupları fərqli olur. Bir dəfə yuxarı olur, bir dəfə aşağı. Məsələn, iki dəfə yuxarı, üç dəfə aşağı. Yəni, fərqli olur, qeyri-müntəzəm quruluşlu olur. Ona da deyilir ataktik. Bu ikisi müntəzəmdir. Bu isə qeyri-müntəzəm, yəni nizamsız quruluşda. Sonra birinci polimerlərimiz oldu plastik kütlələr. İkinci polimerlərimiz adlanır kauçuklar. Plastik kütlələr bir pi rabitəsi, yəni iki qat rabitəli maddələrdən alınırdı. Kauçuklar isə iki qat rabitəli, yəni diyenlərin polimerləşmə məhsuludur. Və kauçuklar iki yerə bölünür. Təbii kauçuk, bir də süni kauçuk. Təbii kauçuk əlbəttə ki, Heveya bitkisinin şirəsidir. Kauçuk ağacı da deyilir və təbii kauçukun əsas tərkibi izoprendir. İzopren. Bunu biz alka diyenlərdə öyrənmişdik. İki qat rabitə gəlir, ortaya düşür. Bu izoprendir, təbii kauçuk. Süni kauçuklar isə xlorpren. Xlorprende izoprenin yerində olan metil qrupunun əvəzinə xlor var və salam. Qalan bütün quruluş eynidir. Xlorpren. Divinil kauçuku. Burada pi rabitəsi artıq qırılıb. CH, CH, CH2. Molekullar bir-biri ilə birləşir.
Bir də butadiyen stirol kauçuku. Butadiyen stirolda deməli butadiyen CH2, CH, CH, CH2 və stirol qalığı. CH2 stirol bilirik ki, vinil benzoldur. C6H5 bu benzol nüvəsidir və zəncirə hansı daxil olur? Vinil olan, yəni radikal hissə. Bu tərəf stirol qalığıdır, bu tərəf butadiyen qalığıdır. Yəqin ki, bunu da bildik. Bunda üç süni kauçuk öyrənirik, bir dənə də təbii kauçuku öyrənirik. Və kauçuklarda hansı xassələr olduğunu biz alkadiyenlərdə öyrənmişik ki, kauçuklarda pir abidəsi olduğuna görə onlar yenidən birləşmə reaksiyasına daxil olur kükürdlə. Qızdırdıqda birləşir və buna deyilir vulkanlaşma reaksiyası. Kauçuk vulkanlaşdıqda, yəni kükürdlə birləşdikdə rezinə çevrilir. Maksimum kükürdü birləşdirdikdə daha bərk material olan ebonitə çevrilir. Kauçuklar da bu qədər. Kauçuklar deməli vulkanlaşdıqda rezinə çevrilə bilən iri molekullu maddələrdir. Plastik kütlələr isə forma verdikdə həmin formanı saxlayan iri molekullu maddələrdir. Bir də gəlir liflər. Liflər nədir? Liflər əyrilmək və dartılmaq, yəni sap kimi əyirəndə sapa çevrilən maddələrdir. Və liflər təsnif olunur təbii və kimyəvi liflər. Təbii liflər özləri olur bitki mənşəli və heyvan mənşəli. Əlbəttə ki, biz artıq bunları bilirik. Bitki mənşəlilər hansılar olur? Pambıq, kətan və s. Heyvan mənşəlilər ipək, yum və s. nümunə göstərmək olar. Kimyəvi liflər isə iki yerə bölünür, süni və sintetik. Deməli, süni liflərə misal olaraq viskoz ipəyi, asetat ipəyi nümunə göstərə bilərik. Süni liflərdə xam mal təbiətdən götürülür, yəni hazır, təbii material götürülür. Bu olur süni. Sintetik lifdə isə xam malın özü də kimyəvi yollarla alınır. Ona görə də bu adlanır sintetik lif və sintetik liflərə misal olaraq biz deyə bilərik lavsan, kapron, enant, naylon, bir də kevlar. Bu lifləri nümunə deyə bilərik. Bunlardan lavsan poliefir lifidir. Poliefir nə deməkdir? Poliefirdə liflər ümumiyyətlə biz başlanğıcda demişdik ki, polikondensləşmə yolu ilə alınan maddələrdir. Və poliefirdə karboksil qrupu ilə hidroksil qrupu arasında reaksiya gedir. Hidroksildən H, karboksildən OH efir rabitəsinin yaranması ilə, yəni mürəkkəb efir yaranmaqla alınan iri molekullu maddədir. Kapron, enant, naylon, kevlar lifləri isə poliamid lifləri sayılır. Burada isə karboksil qrupu ilə amin qrupu arasında reaksiya gedir və reaksiya nəticəsində karboksildən OH, amindən də H ayrılır. Peptid rabitəsinin yaranması ilə əmələ gələn iri molekullu maddələrdir. Ona görə də bunlara poliamid lifləri deyilir. Başlayırıq kapron lifindən. Deməli, kapron lifi 6 amin kapron turşusu. 6 amin kapron turşusu nə deməkdir? 6 dənə karbonu var. 6-cıya nə birləşib? Amin qrupu. Və bunların hamısı CH2-dir. Buna deməli belə yazırıq. Qısa olaraq yazırıq ki, NH2, CH2 5 dənə. Bunları deyirik. Və COOH. Polikondensləşmə reaksiyasına daxil olur. Amin qrupundan H ayrılır, karboksil qrupundan OH ayrılır. Alınır NH, CH2 5 dəfə, CO. NH digər kapronun, yəni digər amin turşunun karboksil qrupu ilə rabitə yaradır, karbonu ilə. Karbonu isə
digər amin turşunun amin qrupu ilə yaradır peptid rabitəsi. N sayda. Yəni bunları görmək üçün yazdım. Bunları silirik. Və burada ayrılır su. Burada alınan lifin adı kapron lifi adlanır. Enan lifində isə 7 amin enant turşusu, yəni 7 dənə karbonu var. 3, 5, 6, 7. Karboksil 1, 2, 3, 4, 5, 6. 7-cidə də nə var? Amin qrupu. Və bunu da qısa şəkildə necə yazırıq? N sayda amin və neçə dənə? 6 dənə CH2 qrupu, metilen qrupu və COOH. Buradan yenə eyni qayda ilə amin qrupundan H ayrılır. NH, CH2 6 dəfə, CO, buradan da OH ayrılır. Və alınır enant lifi. 7 amin enant turşusundan alınır enant lifi. Bunlar poliamid lifləri gedir və peptid rabitəsinin əmələ gəlməsi ilə polikondensləşmə reaksiyası ilə alınan peptid rabitəli liflərdir. Bir monomerdən əmələ gələn liflərdir, belə də deyə bilərik. Növbəti lifimiz lafsan lifidir. Lafsan lifi etilen glikol ilə, etilen glikol bilirik ki, 2 atomlu spirtdir. HO, CH2, CH2, OH. Bu etilen glikoldur. Bir də tereftal turşusu. Tereftal turşusunda bilirik ki, karboksil 2 əsaslı turşudur və karboksil qrupları aromatik turşudur. Aromatik turşudur yazırıq. Karboksil qrupları, bax bu 4 dənə də H-ları var. Bunların isə H-ları yoxdur və bura birləşib karboksil qrupları. C, O, OH. Burada birləşib C, O, OH. Karboksil qruplarından OH-lar ayrılır. Etilen glikolun OH-larından hidroksil qruplarından H ayrılır və nəticədə nə yaranır? O, CH2, CH2, O. O birləşir nə ilə? CO, turşu qalığı ilə. Sonra tereftal turşusu. Sonra karboksil qrupunda yenə OH ayrıldı, O. Və bu adlanır, bu lif adlanır lafsan lifi. N sayda etilen glikol, N sayda ftal turşusu, nəticədə 2 N sayda su ayrılır. Bu poliefir lifidir. Çünki poliefir, daha doğrusu efir rabitəsi, mürəkkəb efir rabitəsinin yaranması ilə, polikondensləşmə ilə alınan lifdir, lafsan lifi. Sonra gəlir neylon lifi. Neylon lifi poliamid lifi gedir. Adipin turşusu ilə heksametilen diamin maddəsinin polikondensləşməsi ilə alınır. Adipin turşusu 2 əsaslı turşudur. Karboksil qrupu, 4 dənə metilen qrupu, belə yazırıq qısa olaraq. Bir də yenə karboksil qrupu. Üstəgəl heksametilen diamin. Diamin nə deməkdir? 2 dənə amin qrupu. Heksametilen biri deməli 6, bunun beynəlxalq adı belədir. 1, 6 diamin heksan. Heksametilen diamin tarix adıdır. 1, 6 diamin heksan. Yəni 6 dənə karbon CH2 birinciyə, bir də 6-cıya amin qrupu birləşir. Karboksil qrupundan OH ayrılır. Amin qruplarından isə H ayrılır. Peptid rabitəsinin yaranması ilə alınan efirdir. CO, CH2 4 dəfə, CO, NH, CH2 6 dəfə, NH. Üstəgəl 2 N sayda su. Bu lifin adı kapron lifidir. Daha doğrusu neylon lifidir. Neylon. Naylon da deyirlər, neylon da deyirlər. Sonra kevlar lifi. Növbəti lifimiz kevlar lifidir. Kevlar lifi yenə
poliamid lifidir və burada tereftal turşusu ilə deməli yazırıq HOOC. Bunu Lafsan lifində öyrəndik bayaq. COOH. Üstəgəl aromatik diamin. 1,4 diamin benzol. Yəni benzol nüvəsində birinciyə amin qrupu birləşib, bir də dördüncüyə amin qrupu birləşib. Və burada əlbəttə ki, karboksillərdən OH-lar ayrılır, aminlərdən H-lar ayrılır. Alınır CO, bu birləşir digəri ilə. Buna benzol nüvəsinə C6H4 də yaza bilərik. C6H4. Burada CO birləşir NH-la. Sonra yenə benzol nüvəsi. Burada C6H4 yaza bilərik. Birləşir NH-la. Bu da kənardan digər karbonla birləşir. Üstəgəl 2N sayda su. Bu lif də adlanır Kevlar lifi. Belə, liflər haqqında bu qədər, iri molekullu birləşmələr. İndi iri molekullu birləşmələrdə bizdən nələri soruşa bilər? Bir də iri molekullu birləşmələr, yəni polimerlər təbiətdə hazır şəkildə tapılır. Təbii polimerlər, bir də süni polimerlər olmaqla iki yerə də bölünür. Təbii deməli alınmasına görə bölünür. Polimerləşmə, polikondensləşmə. Sonra əmələ gəldiyi monomerin sayına görə bir monomerdən bir neçə monomerdən. Sonra bölünür xassələrinə görə plastik kütlə, kauçuk lif. Bir də təbiətdə tapılmasına görə bölünür təbii və süni. Təbiilərə nümunə olaraq məsələn izopren deyə bilərik, zülalları deyə bilərik, nişastanı, selülozanı deyə bilərik. Liflərdən məsələn heyvan və bitki mənşəli lifləri nümunə deyə bilərik. Digər dediklərimiz isə süni polimerlərə misal deyə bilərik. İndi bizdən nələri soruşa bilər? Məsələn, məsələ şəklində soruşa bilər. Tutaq ki, polipropilen lifidir. Məsələn, burada soruşa bilər ki, bu lifin emeri. Emeri necədir? Propilenin kütləsi monomerin kütləsi 42-dir. 42-ni vururam N-ə. Bu olur polimerin kütləsi. Sonra polimerdə hidrogen atomların sayını soruşa bilər. 6 hidrogen atomu var. 6-nı vururam N-ə, 6N. Bu məsələn emerdir. Bu hidrogen sayıdır. Sonra hibrid orbital sayını soruşa bilər. Baxıram ki, burada 3 karbonun 3-ü də sPH hibrid halındadır. SPH-də də 4 dənə orbital əmələ gəldiyi üçün 3 karbonu vururam 4-ə. 12 dənə monomerdə 12 hibrid orbitalı var SPH. 12-ni də vururam N-ə. 12N. Bu da SPH hibrid orbitallarının sayı. Yəni bu şəkildə istənilən, məsələn deyə bilər ikili karbonların sayı. Baxıram, bu monomerdə ikili karbon budur. Bir dənə ikili karbon var. Onda biri vururam N-ə. Və yaxud da üçlü karbon desə CH-ı götürürəm. Birli karbon desə CH-ı götürürəm. Yəni bu şəkildə məndən nəyi soruşursa, digərini o qayda ilə tapıram. Bu qədər dərsimiz iri molekullu birləşmələr alınması, növləri haqqında, tərkibləri haqqında bu qədər.